Salam, hər vaxtınız xeyir olsun. Cəlil Şüləliyevin test toplusu suallara qaldığımız yerdən davam edirik. Başlamadan öncə bir şeyi diqqətinizə çatdırım. Mən bu videoları playlistə yerləşdirirəm və orada videoların başlığında sualları qeyd edirəm. Videolar qısa olsun deyə hər dəfə 10 sual izahını verirəm və bunu başlıqda da qeyd edirəm. Sual 1 10, sual 11 20 axtarıb tapmaq asan olsun deyə. Əslində belə bölmə-bölmə 1 saatlıq videolar çəkilə bilər, lakin video çox uzun olur və istənilən sualı axtarmaqda biraz həmin videoda çətin ola bilər. Həm mənim üçün də yorucu olur sözün düzü. Ona görə belə qısa-qısa videolar şəklində çəkmək daha asan olur və playlistdə də bunu qeyd edirəm hansı suallardır. Ona görə gələcəkdə kimə hansı sual lazım olacaqsa, oradan playlistdən axtarış edib daha rahat şəkildə tapa bilər. Başlayaq. Sual 21. Verilən məlumat hansı coğrafi tədqiqat metoduna aiddir? Cihazların köməyi ilə məlumatlar toplanılır. Onların təhlili əsasında bir sıra coğrafi qanun və uyğunluqlar müəyyən edilir. Bu təbii ki, çöl tədqiqat metodudur. Bildiyimiz kimi, çöl tədqiqat metodları ilə ərazidən müşahidələr yaxud cihazların köməyi ilə məlumatlar toplanır və bunun əsasında bir sıra coğrafi qanuna uyğunluqlar müəyyən edilir. Yəni doğru cavab 21-də A variantıdır. Sual 22. Doğru olmayan fikri müəyyən edin. A. Son dövrlər müasir coğrafi tədqiqat metodlarına üstünlük verilir. Bəli, doğru ifadədir. B-yə baxırıq. Metodların kompleks şəkildə istifadəsi dəqiq və real nəticələrin əldə olunmasına imkan verir ifadəsi də doğrudur. C. Aerokosmik tədqiqat metodu vasitəsilə əldə edilmiş informasiyalar müasir xəritələrin tərtib edilməsində istifadə edilir ifadəsi də doğrudur. D-yə baxırıq. Su anbarı tikilərkən ərazidə baş verə biləcək dəyişikliklər GIS metodu vasitəsilə müəyyən edilir ifadəsi təbii ki, yanlış ifadədir. Çünki ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsi hansı metodda idi? Təbii ki, coğrafi proqnozlaşdırma metodunda idi. Ona görə səhv cavab D variantıdır. Yəni səhv fikirdir. Bizdən də doğru olmayan fikri soruşurdu. Digərinə də baxaq. Y-yə də baxaq. Coğrafi obyekt və hadisələrin kəmiyyət göstəriciləri ilə obyekt və hadisələrin planlaşdırılması və layihələşdirilməsi riyazi statistik metoda aiddir. Bəli, bu da doğrudur. 22-də cavab D variantıdır. Sual 23. Doğru olmayan fikri müəyyən edin. A-ya baxırıq. 20-ci əsrin ən mühüm hadisələrindən biri Dreyf stansiyalarından istifadə edərək Şimal Buzlu Okeanın öyrənilməsi olmuşdur. Doğrudur. B-yə baxırıq. 1977-ci ildə ilk dəfə atom buz qıran gəmisi Şimal qütbünə çatmışdır. Doğrudur. C. Böyük coğrafi kəşflər dövründə yeni ərazilərin kəşfi kartoqrafiya elminin inkişafına təkan vermişdir ifadəsi doğru ifadədir. D-yə baxırıq. Cənubi Amerikaya ilk gələn səyyah bitki coğrafiyasının əsasını qoymuşdur. Bildiyimiz kimi Cənubi Amerikaya burada söhbət Alexander Humboldtdan gedir. Alexander Humboldt bitki coğrafiyasının əsasını qoyub, bəli. Lakin Alexander Humboldt 1799-1804-cü illərdə səyahət edib Cənubi Amerikaya. Yəni ondan əvvəl, yəni ilk gələn səyyah deyil də, yəni bu ifadə səhvdir. İlk gələn səyyah deyil. Ondan əvvəl səyyahlar gedib Cənubi Amerikaya. Ona görə bu ifadə yanlış ifadədir. Bizdən də doğru olmayan fikri soruşduğuna görə variantı D götürəcəyik. Gəlin Y-yə də baxaq. 1872-1876-cı illərdə Challenger gəmisinin səyahətə çıxması okeanologiya elmini inkişaf etdirmişdir. Bəli, bu da doğru cavabdır. 23-cün cavabı D variantıdır. Sual 24. İlkin vaxtlarda coğrafiyanın hansı sahələri var idi? Deməli, ilk coğrafiya kitablarında yerin təsviri iki istiqamətdə verilirdi.
Ümumi hissədə, bütövlükdə yer haqqında məlumatlar, yəni onun forması, böyüklüyü, təbiəti, bu yerşünaslıq idi. Ölkəşünaslıq adlanan ikinci hissədə isə ayrı-ayrı ərazilər təsvir edilirdi. Bu da ölkəşünaslıq idi. Variantlara baxırıq. C variantı uyğundur. Ümumi fiziki coğrafiya, yəni yerşünaslıq, ölkəşünaslıq da regional coğrafiya. Yəni 24-cü cavabı C variantı olacaq. 25-ci suala baxırıq. Doğru olmayan fikri yenə müəyyən edin deyir. A-ya baxırıq. Torpaqşünaslığın əsasını ilk dəfə Dokuçayev Sibir regionunda apardığı tədqiqat zamanı qoymuşdur. Bu elə doğru olmayan ifadədir. Bəli, torpaqşünaslığın əsasını Dokuçayev qoyub, lakin Sibir regionunda apardığı tədqiqat bu səhvdir də. Sibir regionunda aparmayıb tədqiqatı. Deməli, Dokuçayev Rusiyanın Avropa hissəsində aparıb tədqiqatı. Həmin vaxtı torpaqşünaslığının əsasını qoyub. Yəni A variantı doğru olmayan ifadədir. B-yə baxırıq. Heliosentrik nəzəriyyənin banisi Nikolay Kopernik olmuşdur. Bəli, doğrudur. C. Təbii tarazlığın qorunması üçün ayrı-ayrı komponentlər arasındakı əlaqələrin öyrənməsi ekoloji coğrafiyanın vəzifəsidir. Bu da doğrudur. D-yə baxırıq. İnsanların sağlamlığını və xəstəliklərin yayılmasını tibbi coğrafiya öyrənir. Təbii ki, doğrudur. Əhalinin məskunlaşmasını və məntəqələrin inkişaf yollarını əhali coğrafiyası öyrənir ifadəsi də doğru ifadədir. 25-də düzgün cavab A variantıdır. 26-cı suala baxırıq. Yaşayış və təsərrüfat ərazilərinin səmərəli qurulmasına xidmət edir. Təbii ki, şəhər planlaşdırılması. Digər cavabları baxıb vaxtı uzatmayaq. 26-da düzgün cavab A variantıdır. 27-ci suala baxırıq. Anamorfoz xəritələrin hazırlanmasında hansı metodlardan daha çox istifadə edilir? Deməli, anamorfoz xəritələr ənənəvi xəritələrdən tamamilə fərqlənir. Bu xəritələr riyazi statistika əsasında tərtib edilir. Variantlara da baxırıq. Çöl tədqiqat yox, aerokosmik coğrafi modelləşdirmə, çöl tədqiqat. Y-yə baxırıq. GIS və riyazi statistik. Y variantı doğru cavabdır. 27-ci cavabı Y variantıdır. Sual 28. Kosmik aparatların xüsusi əhəmiyyəti. 1. Materik və okeanların çirklənmiş ərazilərinin öyrənilməsi, bəli, biri götürəcəyik. 2. Baş verəcək hava hadisələrinin müəyyən edilməsi, xeyr, bunu götürməyəcəyik, bu səhvdir. 3. Xəritələrin tərtib edilməsində istifadə edilir, bəli. Seysmik hadisə və proseslərin əvvəlcədən müəyyən edilməsi mümkün deyil, 4 götürmürük. 5. Coğrafi informasiyaların əldə edilməsi, bəli, kosmik aparatların nəticəsində coğrafi informasiyalar əldə edilir. 6. Ozon qatının nazikləşməsinin qarşısının alınması da təbii ki, səhvdir. Deməli, hansı var düzgün oldu? Hansı nömrələr? 1, 3 və 5. Doğru cavab C variantıdır. Sual 29. Direv stansiyalarının əhəmiyyətlərini seçin. 1. Ətraf ərazilərin iqliminin öyrənilməsi. Bəli, bu stansiyaların köməyi ilə ətraf ərazilərin iqlimi öyrənilir. 1. Doğru cavabdır. 2. Seysmik proseslərin əvvəlcədən müəyyən edilməsi mümkün deyil. 2. Səhvdir. 3. Suyun xassələri haqqında məlumatların toplanması. Bəli, bu stansiyaların köməyi ilə suyun xassələri haqqında da məlumatlar toplayırlar. 1. 3. Yerin daxilində baş verən proseslərin öyrənilməsi. Xeyr. Eyni temperatura malik olan ərazilərin müəyyən edilməsi səhv cavabdır. Deməli, 1, 3 doğru cavabımızdır. 29-da cavab A variantıdır. 30-cu suala baxırıq. Ümumdünya Hava Xidməti mərkəzləri hansı şəhərlərdə fəaliyyət göstərir? A variantına baxırıq. Moskva, bəli, Moskvada fəaliyyət göstərir, lakin Sidney və New Yorkda fəaliyyət göstərmir. Ona görə A variantı düzgün cavab deyil. B variantına baxırıq. Sidney, yenə Sidneydə fəaliyyət göstərmir. Moskva və Vaşinqtonda fəaliyyət göstərir, lakin Sidney variantı pozduğu üçün B variantını da götürməyəcəyik. Şamaxı, Aşqabad, Astana bunların üçü də doğru deyil. C də səhv cavabdır. Moskva, Melbourne, Vaşinqton, bəli.
bizim doğru cavabımız D variantıdır. Hər üç şəhərdə Ümumdünya Hava Xidməti mərkəzləri fəaliyyət göstərir. Y-yə baxırıq, Karakas, La Paz, Dakar da təbii ki, bu şəhərlərində heç birində fəaliyyət göstərmir. 30-un doğru cavabı D variantıdır. Bu video üçün bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə. Kanala abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Sağ olun.